Bir nəfər yazıb ki, gözəl qardaşım, mənə də çarə deyin, hər gün başım ağrıyır, təzyiqim çox düşür. Ağlamaq istəyirəm, körpəm var, halım olmur ona baxam. İnşallah deyirəm. Çalışın, biraz canlı qidalar yiyin, pişmiş qidaları az yiyin. Alma sirkəli su için varsa, sonra biberiye alın, biberiye bitkisi. Ondan bir çay qaşığı götürün, bir stəkan suda 5 dəqiqədə qaynadın. Soyuyanda ona bal da qatın, için. Təzyiqi çox gözəl qaldırır. Bunu eləyin, sadə bir şey dedim sizə. Amma kapilyar qan damar sistemini düzəldin. Məsələn, isti soyuq su düzəldin, birini isti eləyin, birini soyuq. Heç demirəm, sizə temperaturu ölçən alın. Birini isti eləyin, birini soyuq. 2 dənə vedrədə düzəldin, böyük vedrədə. Bax, ondan soyuqla başladıqsa, sonda da soyuqla bitirin. 5-6 dəfə. Elə bir video var ya orada. Bax, onu eləyin, qan dövranı kapilyar sistemini açılsın. Sizdə artıq təzyiq oynamayacaq, düşəcək qaydasına. Amma təzyiq də düşürsə, o dediyim biberiyanı eləyin, Allahın izni ilə o da qalxacaq, sizin halınız, əhvalınız düzələcək. Yaxşı olar ki, ona tapa bilsəz, damotu da qatın, insanın halını, əhvalını düzəldir, gözəlləşdirir.